Mərkəzi Gömrük Hospitalın həkim oftalmoloq Aynurə Əliyeva. Bugün sizə pasientləri daha çox narahat edən yay fəsli ilə əlaqədar olaraq quruluq haqqında bir neçə məsləhətlərimi vermək istəyirəm. Yay fəslində istifadə olunan kondisioner, ventilyat vasitələr havada olan rütubəti qurutduğuna görə gözün ön səthində quruluq yaranır və bu quruluq pasientlərdə gözdə qızartı, qapaqda ağırlıq hissi, yuxusuzluq hissi kimi, gözün ön səthində daim hiss etmək kimi, narahatçılıq və güclü işıqdan, günəşə baxdıqda sulanma kimi diskomfort şikayətlərlə narahat edir. Bu fəsillə əlaqədar olaraq daha çox sıx-sıx rast gəlinir. Demək olar ki, hər kəsdə rast gəlinir. Qarşısını alınması üçün istifadə olunan kondisioner və hava rütubətini kontrol edən cihazlara istifadə edən zaman qaydalara riayət etməyi tövsiyə edirəm. Yəni hava rütubətini tənzimləyən və rütubətin faiz olaraq göstəricilərini kontrol etmək, istifadə olunan kondisioner yaxud da hava sərinləşdirici ventilyatorların düz gözün ön səthinə vurmamağı tövsiyə edirəm. Xüsusilə avtomobil idarədən şəxslərdə buna diqqət etmələrini tövsiyə edirəm. Kompüter işçilərinə gözü tez-tez qırpmağı tövsiyə edirəm və əlavə olaraq şikayətlərin yox olması üçün lubrikantlardan istifadə etməyi tövsiyə edirəm.